Hörmətli dövlət qulluqçusu olmaq istəyənlər, yaxşı-yaxşı oxuyun, çünki bugün sizi imtahan gözləyir. Bəli, elə bu barədə məlumatı biz hazırda canlı bağlantıda əldə edəcəyik. Bizimlə canlı bağlantıda Dövlət İmtahan Mərkəzinin şöbə müdürü Xanlar Xanlarzadədir. Xanlar müəllim, sabahınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Necəsiz? Çox sağ olun, yaxşıyam. Xanlar bəy, istərdik ki, eyni zamanda tamaşaçılarımızı da salamlayıram. Təşəkkürlər. Sabahınız xeyir olsun. Sağ olun, təşəkkürlər. Biz istərdik ki, bax, imtahanla bağlı bir məlumatları bölüşəsiz və biz davam Bəli. Dövlət qulluğu ilə bağlı bugün iki növ imtahan keçirilir. Aha. Bunun birincisi dövlət qulluğunda olanlar üçündür. Yəni onlar 5 ildən bir bilirsiniz ki, imtahan verirlər. Dövlət qulluğunda fəaliyyəti davam elətdirmək üçün. Aha. Digər imtahanımız isə dövlət qulluğuna qəbul olmaq istəyənlər üçündür. Mərkəz tərəfindən bu imtahanlar mütəmadi keçirilir. Demək olar ki, hər ay imtahan biz təşkil edirik. Dövlət qulluğuna qəbul imtahanı bax, saat 10-da başlayacaqdır. Artıq 1 saat 20 dəqiqə vaxt qalıbdır imtahanın başlanmasına. Bu imtahanda iştirak eləmək üçün 854 namizəd qeydiyyatdan keçibdir. Əsas bizim tələbimiz ondan ibarətdir ki, şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi namizədin üzərində olsun. Dövlət qulluğuna qəbul imtahanında siz iştirak edirsiniz, sertifikat alırsınız. Həmin o sertifikatın hüquqi qüvvəsi 5 ildir. Bu o deməkdir ki, sizin sertifikatınız varsa 5 il ərzində vakansiya çıxarılmış müsahibələrdə iştirak edə bilərsiniz və dövlət qulluğuna qəbul ola bilərsiniz. Bizim digər imtahanımız dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi bu fasilədən sonradır. Günorta başlayacaqdır saat 4-də və burada da dediyimiz kimi dövlət qulluğunda çalışanlar iştirak edirlər. 160 namizəd qeydiyyatdan keçibdir bu imtahanda iştirak eləmək üçün. Ümumilikdə imtahanların idarə edilməsi üçün 12 imtahan rəhbəri ayrılıbdır və 70-ə yaxın nəzarətçi bu prosesi tənzimləyəcəkdir. Mən bir daha xatırlatmaq istəyirəm ki, indi bizə qulaq asan əgər imtahan iştirakçıları varsa, onlar şəxsiyyəti təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini özləri ilə imtahan binasına gətirməyi unutmasınlar. Bəli, adətən elə yaşanan ən böyük problem də məhz belə şəxsiyyət vəsiqəsinin unudulması olur. Xanlar müəllim, təşəkkürümüzü bildiririk. Uğurlar arzulayırıq sizə və eyni zamanda imtahanda iştirak edəcək gələcəyin dövlət qulluqçularına. Və eyni zamanda dövlət qulluğunu davam etmək istəyənlər üçün.